Yanvar ayı girəndən toyuqların hinini təmizləyə bilmədim. Heyvana baxım, torpağa qulluq səbr istəyir. Hini təmizləyə bilməməyimin səbəbi keçən ay aramsız qar yağmağı və havanın çox şaxtalı keçməyi idi. Belə havalarda heyvanlara xüsusi qulluqla yanaşmaq lazımdır. Biraz da gec təmizləsəydim, toyuqlar dilə gələcəkdi ya da qollarını çırmalayıb özləri təmizləyəcəkdi. Hini yaxşıca dərindən təmizlədim, gübrəsini də atmadım. Hər ağacın dibinə az-az tökdüm. Deyilənə görə çox tökmək olmaz, ağacı yandırır. Belə həm torpaq güclənir, həm də məhsul bərəkətli olur. Yuvalardan yumurtaları götürüb rəhmətli nənəm kimi cibimə qoyuram və samanlar artıq dəyişilməlidir. Onları tullayıb tullantılarla yandırıram və yenisi ilə əvəz edirəm. Həm belə yuvaları daha da isti olar. Təmizlədiyim hinin yerinə odun külü səpirəm. Bu rütubəti aradan qaldırır və hinin havasını təmizləyir. Belə bir video görmüşdüm. Kələmi hündürə bağlayırlar. Toyuq tullandıqca bədəni isinir və daha çox yumurtalayır. Mən də sınamaq istədim. İnşallah ki, bir işə yarayar. Əgər siz də kənd həyatı videolarını sevirsinizsə, səhifəmi izləməyi unutmayın. Allaha əmanət olun.